Dostlar, biz bugün özü kiçik amma mövzusu böyük olan qarışqalar haqqında danışacağıq. İlk olaraq bunu qeyd edim ki, qarışqaların planetimizdə 12 milyon var. Ümumi sayı isə planetimizdə 10 kvadrilyon dənədir. Bilirsiniz də kvadrilyon nə deməkdir? Yəni hər bir adam başına milyon dənə qarışqa düşür. Qarışqalar çox ağıllılar. Onlar qışın gəldiyini bildikləri üçün özlərinə qış üçün hazırlıq üçün azuqa yığırlar. Dostlar, harda qalmışdıq? Biz qarışqaların ağlı haqqında danışırdıq. Onlar çox ağıllı varlıqlardır. Onlar özlərində koloniyalarda sinfli cəmiyyət qurublar. Onların öz koloniyalarında kraliçaları, vəzir vəkilləri, işçi qüvvələri, əskər qüvvələri, hətta qulları belə var. Dostlar, qarışqalar ən azı 3 il, ən çoxu 20 il həyat sürürlər. Onlar elə göründüyü kimi məsum deyillər. Onların elə zəhərli növləri var ki, həmin bu zəhərli növ insanı və yaxud heyvanı sancan kimi, həmin bu heyvan və yaxud insan o dəqiqə belə ölə bilər. Qarışqalar dizləri ilə eşidir. Bığcıqları ilə isə ünsiyyət qururlar. Bu qarışqalar əməlli başlı işlək heyvanlardırlar. Onlar yemi tapdıqlarında yuvaya xəbər verirlər ki, yem tapıldı. Bütün yuva da bunu eşitdikdə hərəkətə keçir və gəlib yuvanı, həmin bu yemi yuvaya daşıyırlar. Yolda isə başlarına min bir müsibət gəlir. Məsələn, yolda qarşılarına çay çıxanda, bədənlərindən körpü düzəltmək naminə belə olsa, deyirlər ki, yem yuvaya daşınmalıdır, vəssalam. Dostlar, qarışqaların təbiətdə o qədər çox növ var ki, o qədər onların həyatları rəngarəngdir ki, onları öyrənən xüsusi bir elm də var. Bu elmin adı da mirmikologiyadır. Dostlar, qarışqaların ağıllı olmağının bir sübutu da var. Bilirsiniz bu sübut nədir? Onlar yaralı qarışqaları ac qoymur, xəyanətkarları öldürür, tənbəl qarışqaları isə yuvaya buraxmır. Dostlar, bugünkü videomuzun da sonuna gəldik. Instagram'ı paylaşın, beğenin ve abone olmayı unutmayın. Hələlik!